Qeybət nədir? Qeybət bir insanı o olmayan yerdə onu pis bir şeylə yad eləmək, onu barədə pis bir şey danışmaqdır. İstəyir bu danışmaq olsun, istəyir bəlkə işarə ilə eləyəsən, ya əməllə eləyəsən. Yəni, müsəlman qardaşın yanında olmayanda onu barədə pis nəsə bir şey ifadə eləməkdir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur ki, Ətədrunə məl qeybə, bilirsinizmi qeybət nədir? Qalu Allahu və Rasuluhu ələm, sahabələr dedilər ki, Allah və Rasulü daha yaxşı bilir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Zikrukə əxakə bimə yakrah, sənin öz qardaşıvı, yəni bir müsəlman qardaşıvı, onun xoşlamadığı bir şeylə zikr eləmək, yad eləməyindir. Yəni, qeybətin tərifi budur. Görün, sonra hədisin davamında səhabələr nə deyirlər? Deyirlər, Əfəraitə inkənə fi əxi mə aqul, deyir, bəs əgər mənim dediyim qardaşımda doğrudan da olsa necə? Peyğəmbər s.ə.v buyurur ki, İnkənə fihi mə təqulu fəqəd iqtəbtəh. Deyir, əgər onda sənin dediyin varsa və sən bunu o olmayanda deyirsənsə, onda ona qeybət eləmiş sayılırsan. Və illəm yakun fihi fəqəd bəhəttəh. Lakin deyir, onda yoxdursa və sən danışırsansa, onda ona böhtan atmış olursan. Yəni, o artıq qeybət olmur, böhtan olur. Aydındır, qardaşlar. Yəni, hətta müsəlman qardaşında o pis cəhət varsa, o eyib varsa belə, sən onun olmadığı yerdə danışırsansa, artıq qeybət elə budur. Yəni, bəzi adama deyirsən ki, niyə görə qeybət edirsən? Belə demə qardaş barədə. Deyir ki, belədir də, yalan demirəm ki. Aydındır, belə olduğuna görə bunun adı qeybətdir. Əgər yalan olsaydı, böhtan atmış olardı. Necə ki, bunu Peyğəmbər s.ə.v bu hədisdə deyir, hədisi Müslim rəvayət eləmişdi, səhihdir. Və ondan sonra bəzi dəlillər də var. Allah Taala'nın Qurani Kərimdə bizə bəzi ayələrdə qeybət barədə xəbərləri də var. Onlardan biri də Allah Taala buyurur ki, ayənin davamında وَلَا يَغْتَبْ بَعْضُكُمْ بَعْضًا. Sizdən biriniz başqanızı, yəni bir-birinizin qeybətini eləməyin. Əyyuhibbu əhadukum ən yəkulə ləhmə əxihi meytən fəkərihtumu. Görün, nə ilə müqayisə edir Allah Taala qeybəti. Deyir, sizdən biriniz öz qardaşının ölü ətini, ölmüş cəsədini yeməyə razı olarmı? Siz bundan iyrənərsiniz. Yəni, sizə bu pis gələr. Vəttəqullah, Allahdan qorxun. İnnəlləhə təvvabur rahim. Allah tövbələri qəbul edən və rəhim